Sağlam, bugünkü bölmemiz litosfer tavaları, platforma ve geosinkronlar, vulkan ve zelzelelerdir. Birinci sual, zelzelerin epicentri. Zelzelerin epicentri dağıntıların en az olduğu saha olmayacaq, zelzələ əlamətlərinin müşahidə edildiyi sahə bu da olmur. Yerin daxilində zelzələlərin yarandığı sahə bu hiposentrdir, zelzələ mərkəzi, zelzələ ocağı. Zəif təkanların müşahidə edildiyi sahə doğru deyil. Y variantı doğru cavabdır. Yer səthində təkanların ən güclü müşahidə edildiyi sahə. 2. Dörd yarımkürədə yerləşən litosfer tavaları. Dörd yarımkürədə yerləşən litosfer tavaları. Deməli, burada A, B variantından Şimali Amerikanı çıxmaq lazımdır. C variantından Antarktida 3 yarımkürədə yerləşir. D variantından Cənubi Amerika 3 yarımkürədə yerləşir. Y variantından Antarktida 3 yarımkürədə yerləşir. Doğru cavab olur A variantı. Üçüncü sual. Cənub yarımkürəsində yerləşən vulkanlar A variantından Fuziyamanı çıxırıq, şimal yarımkürəsində yerləşir. Hekla Fuziyamanı çıxdıq. B variantından Etna Heklanı çıxmaq lazımdır. C variantından Kotapaxi Kilimanjaro Erebus doğru cavabdır. C variantı doğru cavabdır. D variantından Vezuvi, Etna bunları çıxacaq. Y variantından Fuziyamanı və Vezuvini çıxacaq. Doğru cavab olur C variantı. Cavan platformaları müəyyən edin. Cavan platformalar Qərbi Sibir, Turan, Ön Qafqaz. Burada doğru cavab B variantıdır. Şimal yarımkürəsində yerləşən vulkan, beşinci sual. Şimal yarımkürəsində yerləşən vulkanlar. Burada biz A variantında Kilimanjaronu çıxacaq. B variantında Krakata və Erebusu çıxacaq. C variantında Kilimanjaro Kotabaxını çıxırıq. Y variantında Erebus və Krakatau çıxırıq. Doğru cavab olur Y variantı Vezuvi, Hekla, Fuziyama. Vezuvi İtaliyada yerləşir. Hekla İslandiya, Fuziyama Yaponiyada yerləşir. Altıncı sual. Zəlzələlər yer qabının hansı sahələrində daha çox baş verir? A variantı burada doğru cavabdır. B variantında litosfer tavaların mərkəzi platformadır, sabit ərazilərdir, olmaz. C variantı akkumulyativ düzənliklər daha çox platformalara, ümumiyyətlə düzənliklər daha çox platformalara uyğun gəlir, sabit əraziləri olmaz. D variantı qədim dağlarda və Y variantı qədim platformalarda zəlzələ çox az baş verir. Yeddinci sual. Seysmik qurşaqların müvafiq gəldiyi sahələr. Seysmik qurşaqlar zəlzələ və vulkanların baş verdiyi ərazilərdir. Güclü zəlzələ zonalardır. Platform əraziləri A variantından çıxırıq. B variantı doğru cavabdır. Litosfer tavalarının toqquşma və ayrılma sərhədləri, tavaların sərhədləri istər konvergent, istər divergent sahələr, geosinkronal ərazilərdir, fəal ərazilərdir. C variantında platformanın mərkəz hissələri olmaz. D variantında geniş düzənliklər və qədim dağlar platformalara uyğun gəlir. Y variantında litosfer tavalarının mərkəzi hissələri platformalara uyğun gəlir. Ona görə doğru cavab olacaq burada B variantı. 8-ci sual. Qədim platformalarda filiz faydalı qazıntıların olmasının səbəbi. Ümumiyyətlə, faydalı qazıntıların yerləşməsi, faydalı qazıntılar daha çox ərazinin geoloji yaşı, suxurların tərkibi, mənşəyi bunlarla bağlıdır. Filiz faydalı qazıntılar. Filiz faydalı qazıntılar maqmatik suxurların çox olduğu yerlərdə olur. Yəni, qədim platformalarda da kristallik bünövrə əsasən maqmatik suxurlardan təşkil olunduğu üçün filiz faydalı qazıntılarla zəngindir. Ona görə 8-ci sualda doğru cavab olacaq A variantı. 9-cu sual. Platformalara aid olan əlamətlər əsasən Kaynazo erasında yaranıb. Doğru deyil. Kaynazo erasında geosinkronallardır. Hündür dağlıq relyef üstünlük təşkil edir. Platformalar qədim ərazi olduğu üçün alçaq dağlar, orta dağlar üstünlük təşkil edir. Səthləri əsasən çökmə suxurlarla örtülmüşdür. Səthləri əsasən çökmə suxurlarla örtülmüşdür. Bu doğru cavabdır. Çünki platformalar iki təbəqədən ibarətdir. Kristallik bünövrə və platforma örtüyü, yəni çökmə suxur qatının olduğu. Zəlzələ tez-tez baş vermir.
güclü vulkan püskürmələrdə müşahidə olunmur. Doğru cavab C variantı. 10-cu sual. Yer kürəsinin fəal seysmik zonaları A variantından hər iki ərazi platforma ərazidir. B variantından hər iki ərazi qədim platforma ərazidir. C variantından hər iki ərazi platforma qədim platforma əraziyə düşür. Y variantından hər iki ərazi qədim platforma ərazidir. Havaların sərhəddinə düşən fəal ərazi olan D variantıdır. Alp, Himalay və Sakit Okean qurşaqları, o Sakit Okean qövsü tamamilə geosignalda, yəni havaların sərhəddində yerləşir. Doğru cavab D variantı. 11-ci sual. Geosignal adlanır. Geosignal ərazilər fəal ərazilərdir. Geosignal ərazilər havaların sərhəddidir. İstər litosfer havalarının toqquşduğu sərhəd, istər havaların bir-birindən ayrıldığı sərhəd, o ərazilər geosignal ərazilər adlanır. A variantında olmaz, platforma deməkdir. B variantında yer qabının çökmə süxurları örtülü olmayan düzən sahələri, bu da olmayacaq. C variantı platforma olmaz. D variantında doğru cavabdır. D variantı yer qabının cavan və mütəhərrik, yəni hərəkətli hissələri. Y variantı platformaya aiddir. 12-ci sual. Qalxan və sipər adlanır. Ümumiyyətlə, qalxanlar platformalarda rast gəlinən ərazilərdir. Platformalarda çökmə süxur qatının yoxa çıxdığı, nazik olduğu yerlərdə kristallik bünövrə yer səthinə çıxır. Kristallik bünövrənin yer səthinə çıxdığı həmin ərazilər qalxanlar və ya sipərlər adlanır. Deməli, burada doğru cavab 12-də olacaq B variantı. Kristallik bünövrənin yer səthinə çıxdığı sahələr. 13-cü sual krater adlanır. Deməli, krater vulkan dağlarının zirvəsində müşahidə olunur. Zəlzələnin təzahür etdiyi yerüstü məntəqə olmayacaq, bu episentrdir. Maqmanın yer səthinə doğru hərəkət etdiyi çat o vulkan boğazı və yaxud vulkan kanalıdır. Yerin daxilində yeraltı təkanların baş verdiyi sahə hiposentr və ya zəlzələ ocağıdır. Vulkan konusunun yamacda olmur. Doğru cavab olacaq vulkan konusunun zirvəsindəki qıf şəkilli çökəklik. C variantı doğru cavab. 14-cü sual. 14-cü sual deyir ki, vulkanizm nədir? Yəni bizdən onu soruşur. Püskürmə materiallarının səthdə yaratdığı təpələrdir. Bu olmayacaq. Maqmanın yer qabı daxilində soymasıdır. Vulkan olması üçün maqmanın yer səthinə çıxıb püskürməsi lazımdır. Deməli, B də olmaz. Püskürmə materiallarının səthdə yaratdığı çökəkliklərdir. Bu da olmayacaq. Onlar kraterlərdir. Qədim dağların yenidən fəallaşması bu aid deyil vulkana. Doğru cavab D variantıdır. Maqmanın püskürərək yer səthinə çıxmasıdır. 15-ci sual. Palçıq vulkanları əsasən rast gəlinən yerlər neftli qazlı sahələrdir. Palçıq vulkanlarına psevdovulkan, yalancı vulkan da deyirlər. 15-də doğru cavab olur D variantı. 16-cı sual. Litosfer havalarının sərhəddində yaranır. Litosfer havalarının sərhəddi istər ayrılma sərhəddi, istər toqquşma sərhəddi. Bu ərazilər geosignal ərazilərdir, yəni fəal ərazilərdir. A variantında qırışıq dağlar olar, yəni qırışıq dağlar cavan dağlardır, amma qədim yaylalar olmaz. B variantı doğru cavabdır. Qırışıq dağlar, yəni cavan dağlar və dərin okean nolları doğru cavabdır. C variantında şahid dağlar əsasən qədim ərazilərdə, səhralarda olur. D variantında qədim dağlar havaların mərkəzi hissələrində, yəni platformalarda olur. Y variantında abissal düzənliklər okeanın dibində olan okean yatağıdır. Yəni bu havaların sərhədinə düşmür. Orta okean sıra dağları isə hava sərhədini təşkil edir. B variantı doğru cavabdır. 17-ci sual. Paleotektonik ərazilərdə yerləşən ölkələr paleo qədim. Neotektonik hərəkətlər cavan ərazilərdə olur, paleotektonik qədim ərazilərdə, yəni platform ərazilərdə. Biz B variantından geosignal əraziyə düşən Nepalı çıxacağıq, Malayziyanı çıxacağıq. C variantından
İtaliyanı çıxmaq lazımdır, Meksikanı çıxmaq lazımdır, fəal əraziyə düşür. D variantından İranı çıxırıq, Hindistanın şimalı geosinkronal ərazi çıxırıq. Y variantından Meksika və Yeni Zelandiyanı çıxırıq, çünki fəal ərazilərə düşür. Çıxdığımız ölkələrdə niyə tektonik hərəkətlər baş verir? Doğru cavab olacaq A variantı. Avropanın sadəcə cənub hissəsi geosinkron sahədə yerləşir, yerdə qalan hissəsi isə mərkəz və şimal hissəsi əsasən platformada yerləşir. A variantı doğru cavabdır. 18. Platformalara aid olan əlamətlər. Güclü vulkanizm püskürmələri müşahidə olunmayacaq. Platformalar sabit ərazilərdir. Hündür dağlıq relyef əsasən cavan ərazilərdə olur. Olmaz. Əsasən Kaynazo erasında yaranmışdır, yanlışdır. Platformalar qədim ərazilərdir. Zəlzələlər tez-tez olur, bu da yanlışdır. Bu geosinkronal əraziyə aiddir. Y variantı doğru cavabdır. Kristallik bünövrəyə malikdir. Səthləri əsasən çökmə suxurlarla örtülmüş olur. Y variantı doğru cavab. 19. Platformaların əsas əlaməti kristallik bünövrə və örtük qatlarından ibarətdir. Geoloji yaşına görə cavan və qədim olur. A variantı doğru cavabdır. Cavan platformalar paleozo erasında formalaşıb, qədim platformalar isə arxeik proterozo eralarında. B variantı niyə yanlışdır? Mütəhərrik hərəkətli deməkdir. Bu geosinkronala aiddir. C variantında seismik ərazi geosinkronal, yəni cavan ərazilərdir. D variantında intensiv tektonik hərəkətlər. Bunlar da yenə geosinkronal əraziyə aiddir. Y variantında seismik cəhətdən fəal ərazilər yenə də geosinkronal ərazilərdir. Doğru cavab olacaq A variantı. 20-ci sual. Qədim platformalara aid olan əlamətlər kristallik bünövrələrin mezo erasında yaranmışdır, yanlışdır. Qədim platformalar arxeik və proterozo eralarında formalaşıb. Səthində əsasən düzənliklər formalaşmışdır, doğrudur. Filiz faydalı qazıntılar səthə yaxın yerləşir, bəli. Kristallik bünövrə yer səthinə yaxın olduğu üçün filizlərlə zəngindir. 3. Fəal seismik qurşaq olmaz. Kristallik bünövrə və çökmə suxur örtüyündən ibarətdir, doğrudur. Maqmatik suxurlar çökmə suxurların üzərində yerləşir, bu yanlışdır. Çökmə suxurlar daha üzərdə yerləşir, aşağıda isə kristallik bünövrənin olduğu maqmatik suxurlar yerləşir. Deməli, doğru cavab burada olacaq 2, 3, 5. 21-ci sual. Qədim platformalarda filiz faydalı qazıntıların daha çox olmasının səbəbi yenə də faydalı qazıntıların yerləşməsi suxurların mənşəyi, geoloji, ərazinin geoloji quruluşu ilə bağlıdır. Seismik hadisələr cavan ərazilərə aiddir. Çökmə suxurlarda filiz faydalı qazıntılara rast gəlinmir və ya çox az olur. C variantına çıxırıq. Tektonik hərəkətlər qədim platformalarda intensiv olmur. Doğru cavab olacaq D variantı. Kristallik özünün səthə yaxın yerləşməsi. 22-ci sual. Seismik hadisələr hansı sahələrdə daha fəaldır? Faylı dağlar qədim dağlardır. A variantını çıxırıq. Platforma ərazilər olmayacaq. Seismik hadisələr zəlzələlərin çox baş verdiyi yerlərdir. Bu da olmaz. Litosfer tavalarının sərhəddi doğru cavabdır. İstər litosfer tavalarının toqquşma sərhəddi olsun, istər ayrılma sərhəddi olsun, fərq eləməz. Ora fəal ərazilərdir. Bütün denudasyon düzənlikləri yaylalardır əsasən. Yaylalar da daha çox yaylaların olduğu geosinkronal ərazilər var. Amma platformalarda daha çoxdur. 23-cü sual. Şərqi Avropa, Avstraliya mərkəzi düzənliklərdə vulkanların olmamasının səbəbi. Deməli, bu üç ərazinin üçü də qədim platforma ərazidir. Qədim platformalarda zəlzələ hadisəsi çox az olur, vulkan prosesinə rast gəlinmir. Ona görə doğru cavab B variantıdır. 24. Vulkan püskürmələrinə yer qabının hansı hissələrində rast gəlinmir? Deməli, vulkanlar platforma sahələrdə, yəni tavaların mərkəzi hissələrində rast gəlinmir. Adalar qövsündə ola bilər, çünki adalar qövsü tavaların sərhəddidir. Tavaların sərhəddində divergen sərhədində olar, cavan dağlarda olar, tavaların konvergen sərhəddində də olar. Çünki vulkanlar tava sərhədlərində rast gəlinir. B variantı
Litosfer tavalarının daha qədim mərkəzi hissələri platform ərazilərdir. Ona görə o doğru cavabdır. 25-ci sual. Vulkanik mənşəli Vulkanik mənşəli İslandiya adasını Kuril adalarından fərqləndirən əsas cəhət İslandiya tavaların divergent sərhəddində, tavaların bir-birindən ayrıldığı sərhəddə yerləşir. Şimali Amerika və Avrasiya tavalarının ayrılma sərhəddidir. Kuril adaları isə Sakit Okean və Avrasiya tavasının toqquşma sərhəddidir. Materik və okean tavalarının toqquşma zonası olmayacaq. Bizdən İslandiyanı soruşur. Materik tavalarının toqquşması yenə də olmayacaq. Bəli, C variantı doğru cavabdır. Tavaların bir-birindən uzaqlaşma zonasında əmələ gəlib. 26-cı sual. Quruda və okeanın dibində sıra dağların əmələ gəlməsinin səbəbi sıra dağlar uzanıb gedən dağlardır. Tavaların sərhəddində əmələ gəlir. Daha çox dağların əmələ gəlmə səbəbi tavaların toqquşma və ayrılma sərhəddidir. Okeanda olan dağlar litosfer tavalarının bir-birindən ayrılması nəticəsində yaranıb. Quruda olan dağların daha çox tavaların toqquşmasına yaranıb. Ona görə burada doğru cavab olacaq litosfer tavalarının üfüqi hərəkəti. Yəni tavaların ayrılması və toqquşması. Doğru cavab 26-da C variantı. 27-ci sualda sxemdə verilən qırışıqlıq formalarını müəyyən edin. Bu ərazilər geosinkronal ərazilərə məxsusdur. Geosinkronal ərazilərdə tavaların üfüqi hərəkəti baş verir. Üfüqi hərəkət nəticəsində antiklinal və sinklinal əmələ gəlir. Çünki Horst Graben şaquli hərəkətlərdir, şaquli qalxmalardır. Şaquli şəkildə enmələrə Graben deyirlər. Qalxmış ərazilər isə Horst adlanır. Deməli, burada bir olan yerlər antiklinaldır, dağlıq ərazilərə uyğun gəlir. 2 olan yerlər isə sinklinaldır, çökə ərazilərə, yəni ovalıqlara uyğun gəlir. 27-də doğru cavab olur B variantı. 28-ci sual. Sxemdə təqdim olunan sxemdə rəqəmlərə müvafiq olaraq nə əks olunmuşdur? Deməli, burada zəlzələnin baş vermə sxemi göstərilib. Bir zəlzələ ocağı və yaxud hiposentrdir. Zəlzələnin yerüstü mərkəzinə isə epicentr deyilir. Yəni, bir hipocentr, 2 epicentrdir. A variantı doğru cavabdır. 29-cu sual. Dünyada yer kürəsində quruda ən böyük sınma zonası Şərqi Afrikada yerləşir. Şərqi Afrika sınma zonası Qırmızı dəniz daxil olmaqla ta Zambezi çayına qədər 3000 kilometr məsafədə uzanır. Sınma zonalarında, ayrılma zonalarında horstlar və qrabenlər çox yayılmışdır. Burada da qraben göstərildiyi üçün, yəni dərin çökəklər göstərdiyi üçün biz Şərqi Afrikanı seçirik. Doğru cavab olur A variantı. 30-cu sualda zəlzələ və vulkanların baş vermə ehtimalı çox olan yarımada və adalar A variantından Koreya, İrlandiya, Taymırı çıxırıq. Üçü də platforma sahədir. B variantından Florida Kolanı çıxırıq. C variantından Madagaskar Ərəbistanı çıxırıq. Y variantından Böyük Britaniya və Somalini çıxırıq. Doğru cavab olacaq B variantı. Kamçatka, Yava və Yeni Zelandiya üçü də geosinkronal ərazidir. Ona görə də burada zəlzələ vulkan çox baş verəcək. 31-ci sual. Sakit Okean odlu qurşağında yerləşən vulkanlar Hekla İslandiyada yerləşir, Atlantik Okeanı. B variantında Heklanı yenə də çıxırıq. D variantında Vezuvi İtaliyada yerləşir, çıxırıq. Y variantında Kilimanjaro Afrikada yerləşir. Bunda çıxmaq lazımdır. Doğru cavab olacaq C variantı. Kulüçü Sopkası Kamçatkada yerləşir, Fuziyama Yaponiyada yerləşir. 32-ci sual. Avrasiya materiki hansı iri platformalardan ibarətdir? Bildiyimiz kimi bütün materiklərin adına platformalar var. Amma Avrasiya daha böyük olduğu üçün tək Avrasiya platforması yoxdur. Bir neçə iri platformadan ibarətdir. A variantından Kamçatka platforma deyil. B variantından Himalay platforma deyil. Fəal ərazi geosinkronaldır. C variantından Qafqaz platforma deyil.
Y variantından Alp-Himalay platforma deyil. Doğru cavab olacaq D variantı. Sibir, Şərqi Avropa və Ərəbistan. 33. Seysmik qurşaqlarda yerləşən dağlıq yaylalar, yəni geosignalda yerləşən dağlıq yaylalar, fəal ərazidə yerləşən dağlıq yaylalar A variantından Əhəqqar Braziliyanı çıxırıq. C variantından Dekanı mərkəzi düzənlikləri çıxırıq. D variantından Orta Sibiri çıxırıq. Y variantından Gviyana və Ərəbistanı çıxırıq. Doğru cavab olacaq B variantı. Meksika Ant-Kordilyer dağ sistemində yerləşir. İran və Anadolu isə Alp-Himalay geosinkronunda yerləşir. B variantı doğru cavabdır. 34-cü sual. Sxemdə litosfer tavalarının hansı vəziyyəti təsvir olunmuşdur? Biz burada baxırıq ki, ox işarələri üz-üzə gəlir və orta hissədə bir qalxmalar baş verib. Deməli, tavalar bir-birindən, iki materik tipli tava bir-birindən toqquşarsa, onların toqquşduğu sahədə cavan qırışıq dağlar əmələ gəlir. Deməli, burada doğru cavab Y variantıdır. Materik tavalarının toqquşması. 35-ci sual. Sxemdə litosfer tavalarının hansı vəziyyəti təsvir olunmuşdur? Burada baxırıq ki, ox işarələri ilə tavaların toqquşması var, yəni də ayrılmadan söhbət gedə bilməz. Amma bir tava digər tavanın altına keçib. Biz bilirik ki, okean və materik tavaları toqquşarkən, okean tavası daha yüngül olduğu üçün okean tipli tava keçir materik tipli tavanın altına. Deməli, bu sxemdə okean və materik tipli tavaların toqquşması verilib. Y variantı doğru cavabdır. 36-cı sual. Braziliya və Gviyana yaylaları tektonik cəhətdən uyğun gəldiyi ərazilər. Cənubi Amerikada sadəcə geosinkronal ərazi Ant dağlarıdır. Cavan qırışıq zona deyil. Platformanın əyilmə sahəsi ovalıqlardır. Məsələn, Amazon, Orinoco ovalıqları. D variantında tavaların sərhəd zonalı deyil, sadəcə Ant dağlarıdır Cənubi Amerikada. Qalın çökmə suxurlar ovalıq ərazilərdə olur. Doğru cavab olacaq C variantı. Platformanın qalxan sahələri. 37-ci sual. Okean və materik tipli yer qabıqlarının oxşar cəhətləri. Deməli, hər ikisi kaynazoyda formalaşıb. Okean və materik tipli tavaların hər ikisi kaynazoy erasında formalaşıb. Bu olmayacaq. Çünki okeanlar daha qədimdir. Yəni, materiklər əmələ gəlmədən okeanlar formalaşmışdır. Ona görə bir ola bilməz. Hər ikisində çökmə suxur qatı mövcuddur. Çökmə suxur qatı hər yerdə var. Yəni, istisna yerləri çıxmaq şərti ilə hər yerdə var. Hər ikisi seysmik cəhətcə sabitdir. Okean yer qabığının sabit əraziləri daha çoxdur. Materik yer qabığında da sabit ərazilər var. Amma tamamilə sabitdir deyə bilmərik. Üçü də çıxmaq lazımdır. Hər ikisi bazalt qatı üzərində yerləşmişdir. Yer kürəsinin hər yerində bazalt təbəqəsi var. Deməli, doğru cavab 37-də olacaq A variantı. 38-ci sual. Okean və materik tipli yer qabının fərqli cəhətləri. Nazca litosfer tavasının əsasını təşkil edir. Deməli, Nazca litosfer tavası tamamilə okean yer qabına məxsusdur. Yəni, materik tipli yer qabına məxsus deyil. Bu fərqli cəhətdir. Çökmə suxurlayı materikdə də var, okeanda da var. Fərqli cəhət ola bilməz. Qranit qatına malikdir. Qranit qatı bildiyimiz kimi materikdə olur. Materik yer qabında, okean yer qabında olmur. Bazalt qatı da hər yerdə mövcuddur. Deməli, fərqli cəhət olacaq D variantı. 1-3. 39-cu sual. Düzgün olmayan ifadəni müəyyən edin. Daş kömür, neft, gil çökmə mənşəlidir. Bu doğrudur. Bizə səhvi lazımdır. Zəlzələ vulkan tektonik qalma tavaların sərhədində olur. Bu da doğrudur. Mis qızıl dəmir filizi maqmatik mənşəlidir. Bunlar filizlər olduğu üçün, bəli, filizlər əsasən maqmatik mənşəlidir. Kör Araz, Padan, Kolxid ovalıqları geosignal ərazidə yerləşir. Bəli, Alp-Himalay geosignalına düşür. Doğrudur. Torf, Yanarşis, Xörək duzu, qranit maqmatik mənşəlidir.
Bu adları keçən suxurlardan sadəcə olaraq qranit, maqmatik mənşəlidir, digərləri isə çökmə mənşəlidir. Y variantı yanlış cavabdır. 40-cı sual. Cavan platformalar üzərində yerləşən böyük düzənliklər. Cavan platformalar Sibir, Qərbi Sibir, Ön Qafqaz və Turan ovalıqlarıdır. Turan əraziləridir, platformalardır. A variantından Braziliyanı çıxacaq, Orta Sibiri çıxırıq. B variantından Kolxida ümumiyyətlə platforma deyil, mərkəzi düzənliklərdə çıxa bilərik. C variantı doğru cavabdır. D variantında Dekan qədim platformadır. Y variantında hər ikisi qədim platformadır. C variantı 40-da doğru cavab. 41-ci sual. Litosfer tavalarının qədim sahələrinə uyğun gələn relyef formaları. B variantından qırışıq dağlar cavan ərazidir, çıxırıq. C variantından rift dərələri cavan ərazidir, tavaların sərhədinə düşür. D variantından materik yamacı materiklərin kənar hissəsi olduğu üçün daha çox cavan ərazilərə aiddir. Y variantından sıra dağlar, yəni böyük uzanıb gedən dağlar əsasən tavaların sərhədinə uyğun gəlir. Qədim sahələri daha çox mərkəzi hissələrdir. Geniş düzənliklər və şahid dağlar A variantı doğru cavabdır. 42-ci sual. Geyzerlərin yayılmadığı. Geyzerlər vulkan olan ərazilərdə yayılır. Yayılmadığı ərazi istəyir bizdən. İndoneziya, Yaponiyada vulkan var. B variantından İslandiyanı çıxırıq. D variantından Yaponiyanı çıxırıq. Y variantından Meksika və İtaliyanı çıxırıq. Doğru cavab olacaq C variantı. Biz platforma ərazilər götürürük. 43-cü sual. Sahəsi tədricən kiçilən okeanları müəyyən edin. Qədim okeanların sahəsi kiçilir. Qədim okeanlar Sakit Okean və Şimal Buzlu Okeandır. Bunların get-gedə sahəsi kiçilir. C variantı doğru cavabdır. Deməli, 44-cü sual. Euler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Deməli, Afrika tavası, Cənubi Amerika tavası. 4 yarım kürədə yerləşir Afrika tavası. 1-ə 1-i götürürük. Qərb hissəsi okean tipli litosfer tavası ilə toqquşma zonasıdır. Bu Cənubi Amerikaya aiddir. Qərbində Nazca tavası var. Atlantik okeanının genişlənməsində iştirak edir hər ikisi. Çünki Afrika tavası ilə Cənubi Amerika bir-birindən Atlantik okeanda ayrılır və Atlantik okeanı genişlənir. Gondwana qurusunun tərkibində olmuşdur. Cənub materikləri Gondwananın tərkibi olub. Deməli 3-ə 3-dən 4 uyğundur. Şərqində tektonik çat var, yerləşir. Bu Afrikaya aiddir. Ətrafında okean tipli kiçik litosfer tavaları, Nazca tavası var, Kokos tavası var, Karib tavası var və s. Deməli, doğru cavab olacaq 1-ə 1, 5, 2-ə 3, 4, 2-ə 2, 6, 3-ə də 3, 4. Baxaq görək hansı cavab uyğun gəlir. 3-ə 3, 4 olan, deməli, doğru cavab olur C variantı. 45-ci sual. Deməli, Sakit Okeanın şərqi, Sakit Okeanın qərbi. Biz ilk olaraq bunu müəyyən eləməliyik. Sakit Okeanın şərqi deyərkən Ant Koldiriyer nəzərdə tutulur. Ant Koldiriyer. Sakit Okeanın qərbi deyərkən Avrasiyanın şərqi. Yəni Sakit Okean odlu qövsü. Avrasiyanın şərqi. Yüksək seismiklik, aktiv vulkanizm özünü göstərir hər ikisi. 3-ə 1 gedəcək. Subduksiya zonası Sakit Okean həm Avrasiya ilə toqquşur, həm də Şimali və Cənubi Amerika ilə toqquşur. Bu da hər ikisinə aiddir. 3-ə 1-2 uyğun gəlir. Sıra dağlar tam zolaq şəklində. Ant Koldiriyer dağlarıdır ki, tam zolaq şəklində uzanır. 1-ə 3 uyğundur. Çoxsaylı adalar qövsü Avrasiyanın şərqinə aiddir. Məsələn, Kuril adaları var, Yapon adaları var və s. 2-ə 4. Dünyanın ən dərin çökəkliyi, bu da Avrasiyanın şərq hissəsində yerləşir. 2-ə 4, 5.
Nazca Kokos tavaları da Ant-Kaldemir dağ sisteminin yanında yerləşir. Bu da olacaq 6. Deməli, buradan belə bir nəticəyə gəldik ki, 1-ə aiddir 3-6, 1-ə 3-6 olan, baxaq görək hansı cavab var. B variantı deməli doğru cavabdır. 46-cı sual. Orta Okean dağ silsilələri, bir də Alp-Himalay qurşağı. Materik tavalarının toqquşma zonasında yerləşir. Bu Alp-Himalay qurşağına aiddir. 1. Seysmik cəhətdən fəal zona hesab olunur hər ikisi. Hər ikisi tava sərhəddə olduğu üçün seysmik cəhətdən aktivdir. Nəhəng morfostruktur relyef formasıdır hər ikisi. Çünki morfostruktur endogen daxili qüvvələrin əmələ gətirdiyi relyef formalardır. Hər ikisi tavaların toqquşma və ayrılmasından əmələ gəlir. Litosfer tavalarının divergen sərhədində formalaşır. Bu orta okean dağ silsilələrdir. Bəzən su səthinə çıxaraq vulkanik adaları əmələ gətirir. Bu da yenə də orta okean dağ silsilədir. Məsələn, İslandiya adası. Denudasiya daha çox məruz qalır. Denudasiya aşınma nəticəsində baş verir. Ona görə də Alp-Himalaya aid olmuş olacaq. Deməli, 1-ə 4-5, 2-yə 1-6 belə bir cavab olmalıdır. 1-ə 4-5, 2-yə Y variantı buradan doğru cavabdır. 47-ci sual. Platforma və geosiqnal. Litosfer tavalarının sərhədində yerləşir. Deməli, bu geosiqnala aiddir. Tavaların mərkəzi hissəsində yerləşir. Bu platformaya aiddir. Suxurların üfüqi yatım forması daha geniş yayılıb. Deməli, platformada düzən ərazilər çox olduğu üçün orada daha çox üfüqi yatımdır. Çünki düzən ərazilərdə suxurlar üfüqi yatım olur, malik olur. Dağlıq ərazilərdə isə daha çox şaquli yatım. Cavan dağlıq ərazilərə və novlara uyğun gəlir. Bu geosinknaldır. Qalxma və enmələrə məruz qalır. Qalxma enmələr hər ikisində ola bilər. Geosignallarda antiklinal siqnallar, platform ərazilərdə daha çox antikli sinekliz deyirlər və yaxud Horst-Graben də deyə bilərik. Deməli, 1-ə aid olacaq 2-3, 2-yə aid olacaq 1-4, 3-ə də aid olacaq 5. Elə A variantı doğru cavabdır. 47-də A variantı. 48 bizim xəritəmiz biraz yaxşı görünmür. Vulkanlara bağlı uyğunluğu müəyyən edin. Deməli, burada C İslandiyadır. Hekla vulkanı var, tanınmış, daha tanınmış vulkan olaraq. B Apenin yarımadasıdır, Vezuvi. A da Sicilya adası, Etna. Burada biz uyğunluğu müəyyən eləməliyik. Deməli, burada A-ya uyğun gələcək. Heklaya uyğun gələcək C, 1-ə C. Vezuviyə uyğun gələcək 2-yə B. 1-ə C, 2-yə B. 1-ə C, 2-yə B olan Y variantı var. Deməli, doğru cavab 48-də olur, Y variantı. 49-cu sual. Himalay dağları əmələ gəlmişdir. Himalay dağları tavalarının toqquşma zonasında yerləşir, litosfer tavalarının. Sakit okean olmaz. Buradan çıxmaq lazımdır. D variantında Sibir platforması var, olmaz. Y variantında Ərəbistanın heç bir aidiyyatı yoxdur. Bu da olmaz. A variantında tavalarının uzaqlaşması yox, toqquşması nəticəsində əmələ gəlib. Doğru cavab olacaq B variantı. Avrasiya ilə Hind-Avstraliya tavalarının toqquşması nəticəsində. 50-ci sualda bizə deyir ki, fəaliyyətdə olan vulkanların ən çox yayıldığı ərazilər, deməli biz geosinkronal ərazilər düşünməliyik. A variantında Piriney yarımadası və Qərbi Sibiri çıxırıq. B variantında Viktoriya səhrasını çıxırıq. C variantında Böyük Qafqazda da fəaliyyətdə olan vulkan yoxdur. Böyük səhranı da çıxırıq, Himalayda çıxırıq. D variantında Braziliya yaylasını çıxırıq. Y variantı doğru cavab olacaq. Asiyanın sakit okean sahilləri, Cənubi Avropa, məsələn İtaliya və Ant dağlar. Y variantı 50-də doğru cavabdır. 51.
Fəaliyyətdə olan vulkanların mövcud olmadığı ərazilər. Deməli, biz qədim ərazilər axtarmalıyıq. Zond adaları İndoneziyadır. Burada fəaliyyətdə olan vulkan var. Ant dağlarında fəaliyyətdə olan vulkanlar çoxdur. Mərkəzi Amerikada da fəaliyyətdə olan vulkanlar var. Biz qədim əraziləri götürməliyik. Deməli, 1, 2 və 6 doğru cavabdır. C variantı doğru cavabdır. 51 C variantı. 52 Gövsvarı adalar harada əmələ gəlir? Gövsvarı adalar materik və okean tipli tavaların toqquşma zonasında olur. Materik və okean tipli tavaların toqquşma zonası B variantı doğru cavabdır. 53 Orta okean dağ silsilələri. Okeanda olan bütün dağlar tavaların, litosfer tavalarının bir-birindən uzaqlaşması, ayrılması nəticəsində əmələ gəlir. Deməli, ona görə də burada doğru cavab olacaq okean tipli litosfer tavalarının bir-birindən uzaqlaşması. D variantı 53-də doğru cavabdır. 54-cü sualımız biraz yaxşı görünmür. Müasir geoloji dövrdə Sakit Okeanın sahəsinin tədricən kiçilməsinin səbəbi belə bir sualdır. Sakit Okeanın hər tərəfdən materik tipli tavalarla toqquşur. Məsələn, Şimali Amerika, Cənubi Amerika bir tərəfdən sıxışdırır. Avrasiya və Hind, Avstraliyada digər tərəfdən sıxışdırdığı üçün toqquşma zonasında olduğu üçün ona görə sahəsi get-gedə kiçilir. 54-cü sualda doğru cavab olmalıdır. D variantı. Materik tipli litosfer tavalarının sakit okean litosfer tavası ilə toqquşması. D variantı doğru cavabdır. 55-ci sual belə bir sualdır. Mənşəyinə görə Avrasiya materiki üçün yad olan qədim platformalar. Deməli, Hindistan və Ərəbistan vaxtı ikən Gondvananın tərkib hissələri olub, sonradan gəlib Avrasiya birləşib. Yad olan da ona görə də olacaq Hindistan və Ərəbistan. Doğru cavab olacaq 5-6 A variantı. 56-cı sual zəlzələlərin demək olar ki, baş vermədiyi sahələri müəyyən edin. Deməli, biz burada fəal əraziləri çıxmalıyıq. Qırmızı dəniz, İran yaylasına çıxırıq A variantından. C variantından İslandiyanı çıxırıq. D variantından Atlas dağları, Alp-Himalay qurşağıdır. Y variantından Antarktida, Cənubi Avropanı çıxırıq. Doğru cavab olacaq B variantı. Qərbi Sibir cavan platformadır. Braziliya yaylası Avstraliya qədim platforma ərazi olaraq olur. 56 B variantı. 57. Yer qabığının qanunlarından birinə müvafiq olan fikri müəyyən edin. Meyilliyi çox olan dağlarda torpaq əmələ gəlmə prosesi daha intensiv gedir. Yanlışdır. Torpaq əmələ gəlmə prosesi düzən ərazilərdə daha intensiv gedir. Geniş düzənliklər tavaların sərhədində yerləşir. Yanlışdır. Geniş düzənliklər daha çox tavaların mərkəzi hissələri platformalara uyğun gəlir. Sahəsi böyük olan göllər denudasyon düzənliklərdə daha geniş yayılmışdır. Denudasyon düzənlikləri yaylalardır. Yaylalarda göllər az olur. Qırışıq dağlar tavaların sərhədində yerləşir. Bu doğrudur. Qırışıq dağlar cavan dağlardır. Bunlar tavaların sərhədində yerləşir. Y variantında cavan dağlarda seysmik hadisələr zəif gedir. Bu yanlışdır. 57 doğru cavab oldu D variantı. 58 yer qabığının qanun oyunlarından birinə müvafiq olan fikri müəyyən edin. Deməli, geniş düzənliklər əsasən platformalara uyğun gəlir. Elə A variantı doğru cavabdır. Bəli. Cavan dağlar platformada yerləşmir. Düzənliklər əsasən tavaların sərhəddində yerləşmir. Tavaların sərhəddi dağlıq ərazilərdir. Torpaq əmələ gəlmə düzən ərazilərdə daha çox gedir. Burada dağlıq ərazi yazılıb. Qədim dağlar tavaların sərhəddində yerləşmir. A variantı doğru cavabdır. 59-cu sual. Litosfer tavalarının konvergens sərhəddində yerləşən fəaliyyətdə olan vulkanlar istəyir bizdən. A variantında Kazbek böyük işıqlı sönmüş vulkandır. B variantında Chimborazo sönmüş vulkandır. C variantında Kazbek'i çıxırıq sönmüş vulkandır. D variantında Chimborazo çıxırıq sönmüş vulkandır. Y variantı doğru cavabdır. Orizaba, Taxumulko, Etna, Krakatau. 60-cı sual. Rəqəmlərə uyğun gələn vulkanların müvafiq ardıcıllığını müəyyən edin. Bir Cənubi Amerikadadır, ekvatorun yanındadır, Kotapaxıdır.
2 Krakatau'dur Afrika'da. 3 daha doğrusu 2 Kilimanjaro'dur. 3 Krakatau Endonezya. 4 de Yaponya'da məşhur vulkan Fuziyama. Deməli belə olacaq. 1 Kotabaxi, 2 Kilimanjaro, 3 Krakatau, 4 Fuziyama. C variantı 60-cı sualda doğru cavabdır. 61-ci sual rəqəmlərə uyğun gələn müvafiq vulkanların müvafiq ardıcıllığını müəyyən edin. Deməli, bir İslandiyadır, məşhur vulkanı Hekladır. 2 İtaliyadır, Etna adada yerləşir. 3 Kulüçü Sovqasda Kamçatkada 3 Kulüçü Sovqası olmalıdır. 4 isə 4 isə olacaq Şasta, Şimali Amerika. Deməli, bir Hekla, 2 Vezuvi, Etna deyil, ada deyilmiş, yarımadaymış. 3 Kulüçü Sovqası, 4 isə Şasta. Biraz xəritəmiz yaxşı düşməyib. Y variantı doğru cavabdır. 62. Qədim platformalar üzərində yerləşən böyük düzənliklər platformaya aid olmayan əraziləri çıxmaq lazımdır. Deməli, A variantından Kür Arazı çıxırıq. B variantından doğru cavabdır. C variantından Anadolu yaylasına çıxırıq. D variantından Qarabağ vulkanik yayləsi Tibet, Orta Dunayı çıxırıq. Y variantından İran yayləsi Kolorado, Kür Arazı çıxırıq. Doğru cavab olur B variantı. 63. Platformada yerləşən məntəqələri müəyyən edin. Deməli, burada platformada yerləşən məntəqələr deyilsə bizə, geosinkronal əraziləri çıxırıq. 2 Ant dağlarında çıxmaq lazımdır. 4 Atlas dağlarında çıxırıq. 7 İran yaylasının şimalında çıxırıq. 5-i də çıxırıq, Himalay dağlarına düşür. Doğru cavab olacaq burada 1, 6, 3 və 8. 1, 3, 6, 8. 1, 3, 6, 8. Deməli, doğru cavab A variantıdır. 64-cü sualda geosinkronal qurşaqda yerləşən məntəqələri müəyyən edin. Burada tavaların mərkəzi hissələrində yerləşənləri çıxmaq lazımdır. Çünki onlar platforma ərazilərdir. Doğru cavab qalacaq 2 Ant dağları, 4 Atlas dağları, 7 İran yaylası, 5 də Himalay dağları. Deməli 2, 4, 5, 7 doğru cavabdır. D variantı doğru cavabdır. 65-ci sual. Vulkanın elementlərini müəyyən edin. Vulkana aid olan şeylər. Deməli, Kars yeraltı suların fəaliyyətidir. Vulkana heç bir aidiyyəti yoxdur. Meandr çaylarda olur. Hiposenter zəlzələyə aiddir. Zəlzələnin yeraltı mərkəzidir. Moren təpəsi buzlaqlarla bağlıdır. Doğru cavab olacaq 3, 4 və 6. B variantı doğru cavabdır.